AI sizin dostunuzdur və qətiyyən qorxmayın. Dünyanı ələ keçirmək yox da, daim dünyanı inkişaf elətdirə bilər. Nasıl oldu? AI-da hər şey var. Həqiqətən bomba. Bəli. AI-in digər platformalar barəsində daha çox məlumat əldə elədim və artıq onu istifadə eləməyə başladıq. Hansı ki, burada mənə daha çox yardımçı olan müxtəlif təqdimatların hazırlanması üçün AI platformaları var. Onlardan istifadə eləyirdik. ChatGPT yenə öz növbəsində gündəlik istifadəmizdə var. Müxtəlif təqdimatlar olsun, müxtəlif şəkillərin yaradılmasında olsun, müvafiq AI platformalarından istifadə edirik. Təcrübələrim və müşahidələrim onu göstərir ki, hal-hazırda işə qəbul zamanında görürük ki, namizədlərin əksəriyyəti süni intellekt üzrə özlərini inkişaf elətdirirlər. Bu istər-istəməz onları digər namizədlərdən fərqləndirir. Təbii ki, bunların hamısı onların yenə də süni intellektdən necə istifadə etməsindən asılı olur və daim o görürük ki, çox gözəl ideya ilə gələn namizədlər olur və bu da onu göstərir ki, süni intellekt həm inkişaf edir, həm də biz dəyərləndirərkən həmin namizədlərin daha fərqli yanaşmalarını görmüş oluruq. Bu bizim üçün böyük üstünlük sayılır.